Herkese salam dostlar. Bu günlerim yine Coşkun Ovçular mağazindəyik, qonağıq. Bu günlerim sizə Huğlu Eagle qoşa lüləsi barəsində danışmaq istəyirik. 600 qoşa lülədir, 12 kalibr və kutusunu istəyirik açaq. Bunun kutunun içərisindən silahın garanti kitabçığıdır. Necə istifadə eləmək lazımdır, belə bir kitabçıq çıxır. 5 ədəd nasatkası çıxır ucuna bağlamaq üçün. Belə gördüyünüz kimi 5 santlıq nasatkalarıdır. Və bu silahın bir də özəlliyi odur ki, digər qoşa lülələrdən 1 kiloqramda yüngüldür. Və lülə uzunluğu 71 və 76 santimetrdir. Əfəndi də mən yığdığım vaxtı bu silah haqqında bir məlumat versin. Fariz qardaş biz dediği kimi silah diğer qoşarlardan çox yüngüldür. Lülə arası açıq olduğu için qızma olmur ümumiyyətlə bunlarda. 5 ədəd nasatkaları var üzərində. Orada daha effektiv atışlar edə bilərsiniz. Silahın həm 71 lülə, həm 76 lülə modeli var. Qundağı qoz ağacının kötü hissəsindəndir. Silah Huğlu Eagle modelidir. Huğlu bildiyimiz kimi 110 ilə yaxındır ki silah istehsal edir. Dünyada və Azərbaycanda da bir nömrəli markadır, brenddir. Bunun həm 5 atlan tipli modelləri var ki, qazlı, kinetik modelləri, istənilən növ qoşəllə çeşidləri varımızdır. Azərbaycanda Huğlunun rəsmi distribütörü Ovçular və Coşkun mağazasıdır. Və istədiyiniz hər hansı bir modelini bizə yaxınlaşıb sifariş edə bilərsiniz. Bunun üzərində quş rəsmləri var və hər iki tərəfində patron yatağı da 76 mm-dir, tək tətiyidir. Düz patronu atdıqdan sonra özünüz çıxarda bilirsiniz. Həm ekstraktor var, həm də injektor modelləri mövcuddur. Silahın 2 il garantiyası var. Üzərində burada səlcuqlu cerbi var. Bu da Huğlunun cerbidir. Yəni. Huğlu silahları əfəndi bildirdiyi kimi 110 ilə yaxındır ki bir keçmişi var və Türkiyənin ən böyük silah fabriklərindən biridir. Bütün dünyaya ixracı var. Və bu silahların da rəsmi distribütörü Coşkun Ovçular mağazinidir. Bu silahın bir tetikli modelidir və attığınız zaman enjektor sistemi var, patronu atılır. Bu ekstraktor modelidir, bunun enjektoru. Bu enjektor modeli də var, bu ekstratorlandır və selektoru var. Alt və üst hansı istəsəz o atmaq üçün perdəxan tel də buradadır və patron yatağı 76 mm-dir. Çox yüngül bir silahdır. Digər qoşa lülələrdən hətta 1 kiloqram yüngüllüyünə seçilir. Digər qoşalar harca 3 kiloqram 400, 3 kiloqram 500 olur, amma bu 2 kiloqram 500, 2 kiloqram 600 var. 2 kilo 500 bir qoşa lülə yoxdur da başqa bir ikincisi. Mənim rastıma gəlməyib. Yəni gəzər ovlarda, dağ ovunda gəzdirmək çox rahat. Hə, quş ovlarında, nə bilim, kəklik, turat, nə bilim, nə ovlarında istəsəniz istifadə edə bilərsiniz. Lülə arası da açıqdır. Bu da silahın lüləsinin isinməsini də daha tez soymasına belə deyim də şey eləyir. Üzərində lent nişangah sistemidir və fiber optik arpacığı var. Çox rahat ələ oturan bir silahdır da gördüyünüz kimi və qundaq hissəsi də qoz ağacının kötüyündəndir. Belə bir silahımızdır. Hər kəsi dəvət edirik Coşkun Ovçular mağazından. Bu silahla bağlı və ümumiyyətlə Huğlunun digər silahlarla bağlı məlumat əldə etmək üçün mağazamıza yaxınlaşa bilərsiniz. Mağazamız Xaqan küçəsi 86 A ünvanında yerləşir. 28 may metrosunun yaxınlığında. Əlaqə nömrəmiz 051 415 1522 055 350 52 15 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Və kim də mənlə əlaqə saxlamaq istəyirsə 050 532 71 04-dür. WhatsApp 24 saat aktivdir və hər kəsə də çalışdığım qədər cavab yazıram. Kim nə məlumat istəyir qiymət barədə və digər silahlar barədə mənlə də əlaqə saxlaya bilərlər. Çox sağ olun, kanalımıza da abunə olub videomuzu bəyənməyi unutmayın. Sağ olun.